mübariz müəllimə çağırış edib deyirəm ki, əgər o hər hansı bir, yəni başqa istiqamətlərdə söhbətlər aparmaq əvəzinə, hər hansı bir məhsulun saxtalığından marketdə satılan, bazarda satılan, rəsmi dövriyyədə olan şübhə duyursa, o ictimai nəzarət funksiyasından irəli gələrək, ictimaiyyətin bir üzvü olaraq onun öhdəliyidir, vəzifəsidir ki, bu barədə məlumat versin. Bu barədə məlumat verməyib, burada bu cür danışıqlar aparmağa Mübariz bəy, Şumari xanım, Seymur bəy, biz də buraya bəli. Çox üzr istəyirəm. Yəni, növbəti efirdə də mən səsləndirəcəm ki, Mübariz müəllim bizə müraciət etdi, yoxsa yox. Bu belə. İkinci, Mübariz müəllim başqa məsələlərə də, yəni, Mübariz müəllim sizə cavab vermiş kimi olmayayım. Ümumiyyətlə, burada çox məsələlərə toxunuldu. Palma yağı deyildi. Palma yağı ümumiyyətlə nədir? Ziyanı varmı, yoxmu? Bilmirik. İctimaiyyət bilmir. Yəni, biz elə efirlərdə danışırıq bu məsələ. Cavabını verim, üzr istəyirəm də, sonra keçək ikinci. Buyurun. Məsələ burada, sualım buydu ki, vitrində satılan kərə yağı yazılırsa, kərə yağın tərkibi nədən ibarətdir? Sual budur. Siz özünüz səsləndirdiniz. Yox, sualım budur da. Deyirsiniz, zəng vurmuram da soruşuram. Deyirəm, kərə yağı nədir? Deyilir, bu kərə yağı. Bu deyəndə nə düşünür? Tərkibində nə olmalıdır bunun? Sual edirəm. Özünüz cavabını vermişdiniz. Yox, xahiş edirəm, mən sizdən soruşuram. Sizin, yəni, mən necə öhdəlik qoyursunuz? Deyirsiniz, sizin öhdəlinizdə, halbuki mənim öhdəlik... Mən qoymuram öhdəliyi. Mən sizə zəng etməyə bilərəm. Burada vətəndaş adından danışıram və bu işin texnoloji kimi danışıram. Deyirəm ki, kərə yağı dediyimizdə, mən illərlə laboratoriyada işləyib bilirəm buna. Kərə yağı sözü nədir? İcazənizlə bu soru Seymur bəydən də düşdü. Buyurun Seymur bəy. Mən istəyirəm biraz bu naprojeyində düşsün də bu tərcih. Gərginlik var deyirsiniz. Narahat deyiləm. Sadəcə sualım budur. Gəlin birinci mövzumuzu. Kərə yağı nədən ibarət? Gəlin Seymur bəydən cavab alaq. Buyurun. Deməli, Ramazan müəllim də qeyd elədi ki, bəs kərə yağın içərisinə heç nə vurulmur. Düzdürmü? Vitrində yazılıbsa 100% kərə yağı. Bu 4 ay qalırsa. Sual edirəm. Bu təmiz kərə yağıdırmı? Deyil də, kərə yağı adı altındadır. Deməli, kərə yağı adı altındadır. Mən bunun biraz əvvəl deyir ki, müəllim deyir ki, 1080 mi dediniz nömrə? 1003. Qaynar xətt xidmətinizin nömrəsini soruşur. 1003-ə zəng elə. Onsuz da deyil, nəyə zəng eləyim? Kərə yağı deyirəm, niyə icazə verilir, yazılır ora? Yəni, biraz əvvəl həkim... Mən çox üzr istəyirəm. Necə əlbəttə? Yəni, bir saniyə. Qida əlavəsini necə insan sağlamlığına üzr istəyirəm. Mən çox üzr istəyirəm. Çox sözümü qısaca deyim bunu. Mən boşa...